Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün gənclərin problemi olan kitab mütaliəsi ilə bağlı sorğumuzu keçirəcəyik. Bundan başqa gənclərin həyatında kitabların olduqca böyük rolu var və buna görə də kitab mütaliəsi çox vacibdir. Bugün New Ideas Club olaraq bu problemin qaynağını tapmaq üçün insanlara biz nə üçün kitablara daha çox maraq göstərmirik sualı ilə müraciət edib və onlardan alacağımız cavabları sizinlə birlikdə şahidi olacağıq. Buyurun, izləyin. Salam, özünüzü təqdim edin. Salam, qorxmaz. Qorxmazdır. Sizə belə bir sualla müraciət etmək istəyirdim ki, sizin fikrinizcə niyə biz, yəni Azərbaycan gəncliyi kitaba qarşı bu qədər laqeyd yanaşırıq? Kitabı mütaliəsi və s. vaxt ayrılmır. İndi biz əvvəlki zamanda deyil də, indi texnologiya inkişaf edib, pis adamı telefonlardan, yəni ki, internet, o hamısını əvəz edir. Əvəz eləməsə düzə kitab tamam başqa cürdür. Amma indiki gənclərin marağı telefonadır, bütün gecə gündüz internetin içindədir. Yəni ki, istər-istəməz zamanə, yəni ki, bu da ki, düzgün bir şey deyil. Mən kitaba arası üstünlük verərdim, nə ki, telefona. Yəni, bu texnologiya üstünlük verən gənclərlə kitaba üstünlük verən gəncləri müqayisə etdikdə hansının daha üstün olduğunu fikirləşdiniz, düşünürsünüz? Məncə kitaba. Kitaba üstünlük. Bəli. Fikirlərinizə görə təşəkkürlər, çox sağ olun. Tamam, özünüzü təqdim edin. Həsən Rüstəm. Xoş gördük. Sizə belə bir sual vermək istəyirdim. Azərbaycan gəncliyinin, yəni bizim nə üçün kitaba daha çox marağımız yoxdur? Necə deyim, belə insanlarda kütləşmə gedir, belə deyim, açıq sözü. Daha çox maraq yoxdur da kitablara qarşı insanlarda. Yəni müasir texnikaya daha çox maraq artır. Bəli. Əlimizdə olan mobil telefonlar, sosial şəbəkələr, hər şeyi oradan öyrənirlər, nəinki kitablardan. Yəni sizin fikrinizcə sosial şəbəkələr, internetdən istifadə falan kitablardan üstündür ya yox? Mənim üçün fərqi yoxdur, mən özüm də kitab oxuyuram. Sosial şəbəkələrdə də varam. Amma sosial şəbəkələrdə daha çox şeydir də, necə deyim, informasiya daha çoxdur, həqiqətdir də, yəni deyim, belə deyim. Bundan başqa özünüz də deyirsiniz kitab oxuyuram. Sonuncu oxuduğunuz kitab və təəssüratlarınız? Sonuncu oxuduğum kitab Elxan Zeynallının 3-cü addım kitabı. Orada Qaraqan, bəli, Qaraqan. Onun çox kitabını oxumuşam. 3-cü addımda meşə barəsindədir. Çox yaxşı kitabdır və 2-ci addım daha çox mənə təsir elədi. Orada şeylər, dinlərlə bağlı fikirlər. Çox təsir edir. Bundan başqa hansı yazarların, məsələn, müasir Azərbaycan yazarlarının adını çəkə bilərsiniz ki, gənclər ona üstünlük versinlər və ya verirlər? Elxan Elatlı var, məsələn, Qarayaquar adlı əsəri, o daha yaxşıdır. Oxuduğum 2 kitab var, 2 şəxs da izlədiyim, onlara üstünlük versələr daha yaxşı olar məncə. Fikirlərinizə görə təşəkkürlər, çox sağ olun. Kitaplara neden az vakit ayırıyoruz? Birincisi şöyle söyleyeyim, teknoloji, yani teknolojiden söylediği sebep telefon ve internetin uygunsuz şeylere çok dolu olması, düzgün kontrol edilmemesi ve çok gençlerimizin çok genç yaşta bunlarla tanışması. Yani bir bilgi sahibi olmadan tutarsızca o telefonlara sarılması. Telefonlarda da bugün görüyorsunuz her türlü yayın var. Bu yayını denetleyecek durumdayım. Bundan basit elde edilen bir şey. Telefonda çok basit elde ediliyor. Kitaplar araştırma gerektiren bir şey. Bu insanlar, bu gençlerinde de bu kitaphaneleri, evdeki ebeveynler ve mektepteki müellimlerin teşvik etmesi gereken şey. Çünkü bütün bilgi, asıl bilgi orada. Güzel bilgiler de orada. Ama kolay elde edilecek bir şeyler var. Orada bugünkü telefon ve internetle yani unutlar gençlerimize tembelliğe alıştıran bir şey. Bunu daha tedbirli, daha temkinli olarak büyüklerimizin bilgilendirmesi, gençlerimizin bilgilendirmesi gerekir. Çox sağ olun. Salam xanım, özünüzü təqdim edərdiniz. Ayşin Kərimova. Çox gözəl. Biz sualımız belədir ki, biz gənc olaraq niyə kitablara az vaxt, maraq ayırırıq? Bir dənə onları siz öz fikrinizi bildirərdiniz. Bizim müasir dövrümüzdə texnologiyalar böyük yer tutduğuna görə insanlar kitablardan daha uzaq qaçır. Amma əslində texnologiyaların olmağına baxmayaraq kitablardan da bir çox şeylər öyrənmək olur. Məsələn, çox şey öyrənmək olur əslində. Ona görə kitabları məncə oxumaq daha
daha yaxşıdır. Nəinki televizora və ya başqa texnoloji alətlərə. Hal-hazırda sizin əlinizdə bir kitab görürük. Nə kitabıdır? Jack Londonun Martin Eden. Salam, xoş gördük. Özünüz təqdim edərsiniz. Ağa Kərim Xəlilov. Bir daha xoş gördük. Sizə belə bir sualım olacaqdı. Niyə sizin fikrinizdə biz, yəni Azərbaycan gəncliyi kitaba qarşı layiqdir? Yəni daha az vaxtlarını kitab oxumağa sərf edirlər. Mən cavanlığımda həmişə qaçırdım, qəzet götürürdüm. Qəzet satılan yerdə, mətbəxlərdə götürürdüm. Elə olurdu ki, o uşaq kitabxanasına da gedib oxuyurdum. Amma indi görürəm, mən 76 yaşım var. 76 yaşım var. Görürəm, bir nəfər kitabxanaya gedən yox, ya bir gözünü görməmişəm, otursun ki, qəzet oxusun, yoxdur, görməmişəm. Gördük. Sizə belə bir sualım olacaqdı. Niyə biz, yəni Azərbaycan gəncliyi kitab oxumuruq, kitaba marağımız daha az? O mənə elə gəlir ki, onun bir neçə səbəbi var. Onlardan birincisi məktəbdə tədrisin zəif, kitabların zəif tətbiq olunmalı. Mənim də evimdə uşaqlardan oxuyanlar var, nəvələr var. Onlara tapşırıq verir müəllimə, deyir ki, internetdə filan yerdə belə bir məlumat var, onu götürün. Onlar da götürürlər, köçürdülər, verdilər, oxumadı. Kitaba ehtiyac qalmadı. Birincisi budur. İkincisi, kitabların uşaqlarının gücünü saxlamaq olmaz. Qiymətləri çox baha verir. Niyə ilə bağlıdır, biraz müzayirə məqlədir, səlahiyyətindədir. Yəni, özü qoymayın. Azərbaycan dövlətin göstərdiyi kitab nasıl fakültəsində, kitab şünas sahəsində varmışam. Mən kitab onun rəhəmsi bir kitabın nə olduğunu, necə bir məmur olduğunu, yoxdur. Amma indiki cavanların kitab oxumamağına səbəb birinci evdə təbliğatın zəifliyi, ikinci müəllimlərin zəifliyi, üçüncü internetin maneçiliyi və bir çox səbəb. Sizin fikrinizdə internetdən, sosial şəbəkələrdən istifadə edən gənclərlə bu kitab oxuyan və sosial olan gənclərin arasında nə cür fərq var? Hansı üstün, hansı daha aşağıdır? Kitab oxuyanlar özləri onları oxuyur, düşüncə ilə hər bir yazısının, hər bir əsərin qiymətin, dəyərin, demək istənilən sözlərin mənasını, tərkibin, başa düşür. İndi internetdən, sosial şəbəkələrdən götürülən məlumatlar mexaniki olaraq şuursuz surətdə götürülür, ötürülür harasa və sonra bunun beynində işlə qalmadı. Amma oxuyub öz gözü ilə kitabdan oxumaq, məlumat toplanmaq. Mən birinci sinifdə oxuduğum bütün nağıllar, bütün hekayələr yadımda. Amma gəlsin sosial şəbəkələrdən, nə bilim haradasa 5 dənə, 3 dənə lazımsız şeylərdən başqa gəlsin görək nə bilir. Bundan başqa gənclərə nə cür məsləhətlər verə bilərik ki, onların kitaba qarşı düşüncələri dəyişsin, onların kitaba qarşı maraqları artsın? Mən bir dənə Rəsul Həmzətovdan bir dənə misal, sözündən bir dənə misal çəkmək istəyirdim. Onun bir sözü var. Mənim Dağıstanın kitabında yazır ki, keçmişə güllə atma, gələcək səni topa tutar. Biz keçmişimizi unutmuşuq. Kitablı günlərimizi, kitablarımızdan bizim kimlər yaranıb, kimlər gətirək gözümüzün qabağına. Nizamidən, Füzulidən gəlsin Səməd oğlum, Bəxtiyar Vahabzadə, Əzizə Fadəli, mənim müəllimlərim oldu, hamısı, Allah hamısı rəhmət eləsin. Mən Bəxtiyar Vahabzədədən dərs almışam, dərs almışam. Onlardan gələk bu günə və bugünkü gündə sosial şəbəkələrdə, internetdən ortada qalan kimlərin birinin adını çəksinə və onlardan nə isə öyrətdiklərin gətisinə qoysunlar orada. Kitab, oxumaq yəni. Təşəkkürlər. Dəyməz. Bəs sizin fikrinizdə biz, gənclər, niyə kitab oxumuruq? İlk öncə özümü təqdim etmək istərdim. Orxan Sadiq, New Ideas Club-ın idarə heyətinin üzvü. Məncə, insanların səsləndirdiyi müəyyən qədər fikirlərlə razılaşa bilərik ki, sosial şəbəkələrin bizim kitab oxumağımıza təsiri vardır. Ümumiyyətlə, mahiyyətcə problem tək bunda deyil. Elə bir bizim gənclikdə belə bir problem var ki, gəncliyimiz kitabdan küsür. Biz New Ideas Club olaraq və özümüz qarşı insanları, gəncliyimizi kitabla barışdırmalıyıq. Təşəkkürlər. Fikirlərinizə görə çox. Bildiyiniz kimi, bugün Sumqayıt şəhərində keçirdiyimiz sorğuda əhalinin əksər hissəsi gənclərin kitaba qarşı laqeyd olmağının səbəbini sosial şəbəkələrdən aktiv istifadədə gördülər. Sizin fikrinizdə bu səbəb ola bilərmi? Hansı səbəblər var? İlk öncə özümü tanıdım. Mən Elməddin Mirzəzadə, New Ideas Club-ın rəhbəri. Yəni, sorğunun mahiyyəti çox gözəldir. Bu dəqiqə Azərbaycanda ən böyük aktual problemlərdən biridir ki, kitab oxumaq, mütaliə etmək və həqiqətən bir problemdir.
Sosial şəbəkələr doğru bir növ buna səbəb ola bilər, amma kitab oxumaq elə bir şeydir ki, insan ruhundan gələndir. Bir də necə ki, insanlarda, kütlədə, cəmiyyətdə vərdişlər var, müəyyən vərdişlər var ki, pis və yaxud da ki, yaxşı. Kitab oxumaq da bir növ vərdişdir. Kitab oxuduğunuz zaman onun hər hansı bir cümləsi sizin həyatınıza toxuna bilər və bu kitabda özünüzü tapa bilərsiniz. Necə ki, mən Elmətdin oxuduğum əksər kitablarda janrından fərqli olmayaraq özümü tapa bilmişəm. Bütün gənclərə də tövsiyəm ola bilər ki, oxuduğunuz kitablarda özünüzü tapmağa çalışın. Bu problemdir, düzdür. Kitab oxumurlar, amma ən azından günə 1 saat, yarım saat kitaba vaxt ayırsalar, bu vərdiş bütün cəmiyyətdə, bütün insanlarda formalaşa bilər. Fikirlərinizə görə təşəkkür edirəm. Sağ olun.